narkoman olmusan. Bəli. Sağalmaq üçün evinizi satmısınız. Anam yaşadığımız evi son ümidi idi. Yəni evi satdı. Dedi ki, sənin üstümə mənim ana kimi borcum budur. Mən evi satıram, sənə o pulu verməyəcəm heç bir halda. Bir dənə şərt var. Reabilitasiya ilə danışmışam. Bu qədər məbləği verirəm reabilitasiya. Oradan çıxarsan, düzələrsən, həyatını qurarsan, mənə belə deyim də sağal mənə lazım deyirsən, belə deyim sən. Gəldim reabilitasiya mərkəzinə. Allah Həmid müəllimin canına dəyməsin, həqiqətən də Allah səndə köməyin olsun. Mən də anam reabilitasiya mərkəzi. Mən hardan mən bilmirdim reabilitasiya mərkəzi. Sənin kanalından baxıb reabilitasiya tapıblar, biliblər nə var, nə yox. Artıq neçə vaxtı ayıqsan, sağlam? İnşallah 3 tamamı keçirəm 4-cü il. 4-cü il. 9 3 gündən sonra. 3 gündən sonra. 4 il. Bəli, bəli. Bax, burdan bizə baxan izləyicilərə bildirirəm ki, analar, valideynlər ümidlərini üzməsinlər. Neçə il idi narkotik istifadə edirdin? 8 il. 8 il, yəni anasının son ümidi evini satmaq idi, satdı evini və bugünkü gün maşallah oğlu sağalıb, pul qazanır, işləyir. Nail müəllim 3 il 3 ay bundan qabaq siz mənə çəkmişdiniz. YouTube-da var da Nail müəllim siz mənə. Allah sizi var eləsin. Allah sizin balanızı saxlasın. Allah sizin can sağlığı versin Nail müəllim. Həqiqətən də sizə təşəkkürüm, minnətdarlığım sonsuzdur. Çox sağ olun. Keçi, mənim də sənə hörmətim boldur ki, sənin üçün bir dənə uqlavoy yer, panorama, tamam burada, atırsan balkonu, bu da bizdən sənə hədiyyə. Hər bir şərait var, hər bir şəraitim var. Hər bir şey, Allah qardeşlərin canını sağ olsun. Valla, sağalmağa görə nə dedilər ona elə günə qardeşim, Qurana.